Salam əziz izləyicilər. Bugünkü dərsimizdə biz Azərbaycan Cəlalilər dövlətinin tərkibində Azərbaycan ərazisinə Teymurilərin yürüşləri və bu dövrdə Şirvanşahlar və Şəki hakimliyindən danışacağıq. Cəlalilər dövlətdən keçməmişdən əvvəl 1-ci Şirvanşahlar və Şəki hakimliyi haqqında məlumat verim. Çünki biz keçən dərsimizdə Monqolların Azərbaycana yürüşləri, eyni zamanda Hülakülər dövləti haqqında danışdıq. Amma bu yürüşlər zamanı Azərbaycanda hökmdarlar kimlər idi? Yəni Şirvanşahlar dövlətində hakimiyyətdə kimlər idi? Bu haqda danışmamışdıq. Deməli, başlayırıq Şirvanşahlar dövlətindən. Ümumiyyətlə, Monqolların Azərbaycana birinci yürüşü zamanı Şirvanşahlar dövlətində hakimiyyətdə idi Kəsranilər sülaləsi. Yəni Kəsranilər sülaləsi zaten 1027-ci ildən hakimiyyətdədir, ta ki 1382-yə qədər. Yəni Teymurun yürüşlərinə qədər Azərbaycanda hakimiyyətdədir, Şirvanşahlarda yəni hakimiyyətdədir Kəsranilər sülaləsi. Və biz bu dərsimizdə Kəsranilərin, yəni digər nümayəndələrindən əvvəlki dərslərimizdə danışmışıq. Amma bu dərsimizdə biz danışacağıq 3-cü Fəribürzdən, 2-ci Axıstandan, Kabus İbn Keyqubat, bir də Huşəngdən. Deməli, 3-cü Fəribürzün dövründə nə baş vermişdi? 3-cü Fəribürz Xarəzmşahların yürüşü zamanı 1227-ci ildə Xarəzmşahların yürüşü zamanı. Bir də 1231-39 Monqolların Azərbaycana ikinci yürüşü zamanı onlardan asılı vəziyyətə düşüb. Yəni onlardan asılılığı qəbul edib. Yəni 1239-cu ildə Şirvan və Dərbənd ərazisi bütövlükdə, yəni Azərbaycan Ali Monqol xaqanlığının tərkibinə daxil edilir və Hülakülər dövləti yaranana qədər də Ali Monqol xaqanlığının tərkibində qalacaq. Sonra Hülakülər dövləti yaranandan sonra 2-ci Axistan Hülakülər dövlətindən asılı vəziyyətə düşüb. Yəni Monqolların Azərbaycana 3-cü yürüşündə, 3-cü yürüşündən öncə. Daha doğrusu, yəni Hülakülər dövləti yaranmamışdan öncə də Hülakülər yaranmışdı 1258-də, amma ondan 2 il əvvəl 3-cü yürüşdə gəlib Azərbaycanı işğal etmişdilər 1256-da. Həmin o 1256-da gələndə hökmdar Şirvanşahlarda 2-ci Axıstandır və onların hakimiyyətini qəbul etmişdi. Düzdür, bir müddət sonra öz daxili müstəqilliyini bərpa eləyir, hansı ki Çobanilərin dövründə, o Hülakülərdə Çobani ağalığı dövründə, yəni 14-cü əsrin 30-cu illərində öz daxili müstəqilliyini bərpa eləyir, amma buna baxmayaraq yəni asılı vəziyyətdə olub Hülakülərdən. Hülakülər dövlətinin süqutundan sonra Şirvanşahlar dövləti bir müddət Cəlalilərə tabe olmurlar. Yəni buradakı Kabus İbn Keyqubatla Şeyx Üveysin hakimiyyəti dövrü üst-üstə düşür və əslində yəni bu Şeyx Üveys dövlət süqut eləyəndən sonra, yəni Hülakülər süqut eləyəndən sonra Şirvanşahları özünə birləşdirmək istəyirdi. Kabus İbn Keyqubat bir müddət mübarizə aparır, yəni tabe olmur, xərac göndərmir. Amma 1367-ci ildə həmin bu Şeyx Üveysə tabe olacaq. Və Şeyx Üveys də ümumiyyətlə 1367-də Şirvanın tutulmasına, yəni Şirvanşahlar dövlətinin tabe edilməsi ilə bütöv Azərbaycanı öz hakimiyyəti altında birləşdirə biləcək. Və Kəsranilər sülaləsinin sonuncu nümayəndəsi Huşəngdir. Huşəngin hakimiyyəti dövrü üçün əsas xarakterik cəhət Muğan ərazisinin tutulmasıdır. Hansı ki biz Muğanın tutulmasını Rəvvadilər dövlətində də görmüşdük. Yəni onunla Rəvvadilərlə Şirvanşahların oxşar cəhəti kimi götürə bilərik Muğan ərazisinin tutulması. Huşəng qəddar hökmdar idi və qəddar olduğuna görə də onun hakimiyyətinə qarşı təbii ki narazılıqlar olur, üsyanlar olur və üsyanlar nəticəsində də hakimiyyətdən gedir. Və 1382-ci ildə İbrahim Dərbəndi gəlir hakimiyyətə. 1382-dən 1417-yə kimi hakimiyyətdə olacaq. 14-cü əsrin 30-cu illərindən etibarən isə Şəki hakimliyində hakimiyyətdədir Oyrad sülaləsi. 14-cü əsrin 30-cu illəri və bu sülalənin iki əsas nümayəndəsini bilirik. Seydi Əli və Seydi Əhməd. Yəni bu dərsimizdə əsas bunlardan danışacağıq.
İndi Seyidi Əli, Seyidi Əhməd, bir də İbrahim Dərbəndi. Bunların dövrü Azərbaycana Teymurun yürüşləri ilə üst-üstə düşür. Ona görə indi hələ ki keçək Cəlalilərə, Cəlalilər dövlətinin Azərbaycanı necə işğal etməsindən, necə yaranmasından ümumiyyətlə danışaq. Teymurun Azərbaycana yürüşlərinə giriş edək. Ondan sonra paralel şəkildə bunların dövrünə də baxacağıq. Deməli, Cəlalilər dövləti yaranmışdı 1340-cı ildə Şeyx Həsən Cəlali tərəfindən. Biz Hülakilər dövlətində Əbu Səidin ölümündən sonra görmüşdük ki, yəni 1335-də Əbu Səid ölür. O öləndən sonra Azərbaycan 3 sülalənin mübarizə meydanına çevrilir. Bunlar hansılar idi? Yəni Hülaki səltənəti uğrunda mübarizə başlayır. Bunlardan biri Çobanilərdir, biri bu Cəlalilərdir, biri də Şirvanşahlardır. Və bunlar arasında mübarizədə qalib gəlir Çobanilər. Yəni Şeyx Həsən orada hakimiyyətə gələ bilmir. Bu Şeyx Həsən gəlmir, yəni o biri Şeyx Həsən, Çobani Şeyx Həsən gəlir hakimiyyətə. Bu Şeyx Həsən isə sonradan 1340-cı ildə gedir Bağdada, yəni artıq Azərbaycanda görür ki, hakimiyyəti ələ keçirə bilmir. Gedir Bağdada və Bağdadda öz dövlətini yaradır. Deməli, Bağdadda öz dövlətini yaradır. Bu da olur Cəlalilər dövləti. Paytaxtı da, yəni birinci paytaxtı da olur Bağdad. Amma 1357-ci ildə artıq Hülakilər dövləti süqut edəndən sonra Cəlalilər üçün bir yol açılmış olur, yəni Azərbaycana. Və bu zamanda hakimiyyətdə 1354-cü ildən etibarən Şeyx Üveysdir. Şeyx Üveys 1-ci 1359-cu ildə Azərbaycanın cənubuna yürüş eləyir, yəni Təbrizə. Təbrizi tutur və dövlətin hətta paytaxtına çevrilir. Yəni deməli Cəlalilər dövlətinin birinci ərazisi Bağdaddır. Yəni daha doğrusu birinci paytaxtı Bağdaddır. İkinci paytaxtı isə Təbrizdir. Cəlalilər dövləti nə Azərbaycan dövləti deyil, nə də Azərbaycan ərazisində yaranmayıb. Sadəcə olaraq sonradan paytaxtı köçürülüb Təbrizə. Bu belə. Deməli 1359-da bu Təbrizi tutdu, paytaxtına çevirdi. Ondan sonra şimalını da tabe etmək istəyir və bayaq dediyimiz məsələ 1367-də Şirvanı tutur. Şirvanı tutmaqla da deməli Azərbaycanın işğalını başa çatdırmış olur. Yəni artıq bütövlükdə Azərbaycan tabedir Cəlalilər dövlətinə. Eyni zamanda bir sıra islahatlar keçirib, mərkəzi hakimiyyəti gücləndirmək üçün, iqtisadiyyatı canlandırmaq üçün islahatlar keçirib, Təbrizdə Dövlətxana sarayını inşa etdirib. Deməli Dövlətxana sarayı 14-cü əsrin memarlıq abidələrindən biridir. Yəni bundan sonraki mədəniyyət mövzularını oxuyanda bu məsələyə də diqqət yetirin. Bu belə. Sonra 1382-də, yəni burada Dərbəndilər, Şirvanşahlarda Dərbəndlərin hakimiyyətə gəldiyi həmin ildə Cəlalilərdə də hakimiyyətə gəlir Sultan Əhməd. Və Cəlalilərin süqutuna qədər də hakimiyyətdə olacaq. Yəni 1410-a qədər. İndi bunun dövründə nə baş verəcəksə, bunların hamısını biz İbrahim Dərbəndinin də dövrünə uyğunlaşdıra bilirik. Çünki yəni eyni dövrdə olublar hakimiyyətdə. Hətta İbrahim ondan 7 il sonra gedib hakimiyyətdən. Belə. Deməli, Sultan Əhmədin dövründə Azərbaycan Cəlalilərin tərkibindədir. Yəni Şeyx Üveysin dövründən etibarən Azərbaycan Cəlalilərin tərkibindədir. Amma Sultan Əhmədin dövründə Azərbaycan başqa dövlətlərin də yürüşünə məruz qalır. Yəni, bu dövlətlərdən biri Qızıl Ordu dövlətidir. Qızıl Ordu dövləti zaten Azərbaycana bundan əvvəl də yürüş eləmişdi. Məsələn, Əbu Səidin dövründə Özbək xan yürüş eləmişdi. Elə Hülakilər dövlətinin özünü Canıbəy süquta uğratmışdı. O da Qızıl Ordu hökmdarı idi. Və Qızıl Ordunun Azərbaycana sonuncu yürüşü olur 1385-ci ildə Toxtamış xanın başçılığı ilə. Toxtamış xan gəlir Təbriz şəhərini tutur tutmasına. Amma 1386-cı ildə eşidir ki, yəni 1385-də Əmir Teymur öz 3 illik yürüşünə başlamışdı. Və o 3 illik yürüşündə onun Azərbaycana gəlməsi 1386-cı ildir. Yəni bu 1385-də bura yürüş eləyəndə eşidir ki, Teymur da oradan 3 illik yürüşünə başlayıb və gəlib Azərbaycana da çıxacaq. Ona görə də Azərbaycanı tərk edir, gedir. Yəni Təbrizi tutsa da Azərbaycanda möhkəmlənə bilmir. Gedir və bu Qızıl Ordunun Azərbaycan ərazisində sonuncu yürüşüdür. Bundan sonra artıq yürüşü olmayıb. Deməli, 1386-da isə indi artıq Teymurilərin yürüşündən danışaq. Teymurilər Azərbaycana yürüş elədilər. Birinci yürüşləri oldu 1386-cı
6-da. İkinci yürüşlər olacaq 1392-də. Üçüncü yürüşlər olacaq 1399-da. Bu üç yürüşün üçündə də yəni Azərbaycan ərazisinin böyük bir hissəsini işğal ediblər. Amma 1386-da və 1392-də Əlincə qalasından başqa, deməli Əlincə istisna olmaqla bütün Azərbaycan torpaqlarını işğal edə biliblər. Amma üçüncü yürüşdə artıq Əlincəni də tutmaqla Azərbaycanın işğalını başa çatdırmışdılar. Yəni Əlincə qalası düz 14 il 86-dan ta ki 1400-cü ilə qədər müqavimət göstərib. Yəni Əlincə qalası müdafiə olunurdu Cəlalilər tərəfindən. Cəlali həmin bu Sultan Əhmədin oğlu Sultan Tahir tərəfindən müdafiə olunurdu. Həmin o Tahirə də bu Seyidi Əli, eləcə də bəzi Gürcü hakimləri dəstək göstərmişdilər. Amma bu zaman hakimiyyətdə, yəni Sultan Tahir hakimiyyətdə deyil, sadəcə Əlincə qalasını müdafiə edir. Hakimiyyətdə Sultan Əhməddir, o da Azərbaycanda yoxdur. Qaçıb Bağdada, yəni Teymurilərin yürüşünü eşidib qaçıb Bağdada. Ona görə də yəni Teymurilərin Azərbaycanın belə böyük bir hissəsini ələ keçirməsi daha da asanlaşmış olur. Birinci yürüşdə deməli Teymurilər Ərdəbildən başqa bütün əraziləri tutdular. Lakin 1387-ci ildə eşitdilər ki, Toxtamış Buxara və Səmərqənd ərazisinə, yəni öz dövlətlərinin ərazisinə yürüş eləyib. Ona görə Teymur buradan çıxır. Qayıdır geri. Sonra gedib Toxtamışı məğlub edəndən sonra 1392-də təzədən gəlir Azərbaycana. Təzədən gələndən sonra yenə Əlincə qalası istisna olmaqla bütün Azərbaycan ərazilərini tutur. Ondan sonra qayıdır 1395-ci il Terikçay sahili döyüşdə Toxtamışı məğlub eləyir. Bu Terikçay sahili döyüşdə eləcə də Teymurun müttəfiqi İbrahimdir. İbrahim Dərbəndi. Yəni onunla bir yerdə məğlub eləyir. Ondan sonra 1398-də gedir Hindistana, Dehli Sultanlığına. Bunu da keçmişik. Dehli Sultanlığında tabe eləyəndən sonra təzədən qayıdır Azərbaycana. Üçüncü yürüş eləyir və 1400-cü ildə Əlincə qalasını tutmaqla da Azərbaycanın işğalını başa çatdırır. Amma 1405-ci ildə Çinə səfəri ərəfəsində, yəni Çinə yürüş edə bilməyib. Onun ərəfəsində, yəni yürüş etməyi planlaşdırarkən vəfat edir Əmir Teymur və Əmir Teymurun vəfatından sonra Azərbaycanın idarəsi onun nəvələrinin, yəni əlində qalır. Necə qalır? Burada 1387-də biz bayaq dedik ki, Toxtamışın Buxara və Səmərqəndə yürüşü nəticəsində Əmir Teymur Azərbaycanı tərk edib getmişdi. Amma tərk edib gedərkən, yəni Azərbaycanı tamamilə əlindən çıxarıb getməmişdi də. Oğlu Miranşahı burada Azərbaycanın idarəçiliyində qoyub getmişdi. Və Əmir Teymurun ölümündən sonra da Azərbaycanın Şirvana qədər olan ərazilərini idarə eləyir həmin o Miranşahın oğlu Ömər. Şirvan ərazisi zaten Şirvanşahların öz tabeliyindədir. Cənub ərazilərini isə idarə eləyir Əbu Bəkir. Yəni Teymuri Əbu Bəkir idarə edir. Belə, deməli Şirvana qədər olan ərazilər Ömərin əlindədir. Şirvanı idarə eləyir Dərbəndilər sülaləsi, yəni İbrahim. Amma cənub hissəni idarə eləyir Əbu Bəkir. Bu belə. Və həmin bu İbrahim Dərbəndi də nəyə görə bu 87-də bununla bir yerdə getmişdi? 87-də bununla bir yerdə Toxtamışı məğlub elədi. Sonra Terik döyüşündə Toxtamışı məğlub elədi. Nəyə görə? Çünki Əmir Teymurun birinci yürüşündə 86-cı ildə həmin bu İbrahim Dərbəndi yəni birbaşa Qarabağda Teymurun hüzuruna gedərək, deməli Qarabağda birbaşa Teymurun hüzuruna gedərək ondan asılılığı qəbul etmişdi. Deməli 1386-cı ildə Teymurun asıllığını qəbul elədi. Amma elə ki Teymur ölür 1405-ci ildə. Teymur öləndən sonra İbrahim artıq bunun hakimiyyətindən çıxır və eyni zamanda yəni İbrahimlə bir yerdə, yəni bu Teymurun birinci yürüşü zamanı Seyidi Əli ona düzdür, bir müddət itaət göstərir, amma Teymur buradan gedəndən sonra onun itaətindən çıxır və döyüşdə də öldürülür. Yəni ikinci yürüşdə də yenə də Gürcü hakimləri ilə bir yerdə Əlincə qalasının müdafiəsində iştirak edir, amma Teymurilərlə döyüşdə öldürülür.
Yəni deməli Teymurun 1-ci və 2-ci yürüşləri düşür Seyid Əlinin dövrünə. Amma 3-cü yürüşdə Teymur gəlməmişdən əvvəl həmin bu İbrahim, Seyid Əhməd, bir də Gürcü hökmdarı 7-ci Georgini öz tərəfinə çəkir. Nəyə görə çəkir öz tərəfinə? Əlincə qalasını axı bunlar Gürcülərlə Şəki hakimliyi kömək edirdi Əlincə qalasının müdafiəsinə. Yəni bunları öz tərəfinə çəkir ki, biz çəkilək, Teymurlar gəlsin həmin əraziləri tuta bilsin deyə 7-ci Georgi ilə Seyid Əhmədi, həm də özü də müttəfiqdir axı Teymurilərlə. Onları da çəkir öz tərəfinə və onlarla bir yerdə artıq Teymurun 2-ci yürüşündə bunlar Teymurun hakimiyyətini qəbul edirlər. Belə 1386-da deməli Teymurun asıllığına düşdü. 2-ci yürüşündə Seyid Əhmədlə, daha doğrusu 3-cü yürüşündə Seyid Əhmədlə 7-ci Georgini də öz tərəfinə çəkdilər. Və beləliklə Azərbaycan bütövlükdə daxil olur Teymurilərin tərkibinə. Amma 1405-ci ildə Teymur ki ölür, öləndən sonra həmin bu deməli İbrahim Dərbəndi asılılıqdan çıxır. Asılılıqdan çıxır, yenə də bunun müttəfiqi həmin bu Seyid Əhməddir. Bir də Gürcülərdir. Gürcü hökmdarı o zaman Konstantindir. Artıq 7-ci Georgi getmişdi, yerinə Konstantin gəlmişdi. Deməli Konstantin, Seyid Əhməd, Teymur, bir də Gəncə və Ərdəbil hakimləri o zaman, yəni Ərdəbil hakimləri deyəndə bu keçən dəfə MİQ imtahanında bir müzakirəyə səbəb olmuşdu. Ərdəbili idarə eləyən o zaman düzdür. Yəni Səfəvi hakimliyi o dövrdə mövcud idi Ərdəbildə. Amma Ərdəbil hakimi deyəndə orada Səfəvilər nəzərdə tutulmur. Yəni bunu yadımızda saxlayaq ki, 1405-ci il Kürçay sahili döyüşdə Səfəvilər iştirak etməyiblər. Sadəcə Ərdəbil hakimi, yəni bir dənə Ərdəbilin hakimi iştirak edib. Deməli, 1386-cı ildə 1386-da qalmışıq. 1405-ci ildə həmin bu Teymur, Seyid Əhməd, yazaq bura, Seyid Əhməd, bir də Gürcü hökmdarı Konstantin, bir də dediyimiz kimi Ərdəbillə Gəncə hakimləri bununla müttəfiq olub 1405-ci il Kürçayı sahili döyüşdə Teymuri Öməri məğlub eləyirlər. Azərbaycanın şimalı dövrdə dedik kimin əlində idi? Ömərin əlində idi. Ona görə bu döyüşdə Teymuri Öməri məğlub elədilər. Və bu ərazilər, yəni artıq Azərbaycanın şimalı qalıb Teymurun əlində. İndi keçir cənuba. Deməli, 1406-cı ildə Azərbaycanın cənubunda, hansı ki Təbrizdə Əbu Bəkirin özbaşınalığına qarşı da üsyan baş verir və həmin o üsyandan istifadə edən Teymur 1406-cı ildə gedir Təbrizə. Orada da Əbu Bəkiri də məğlub edib, Təbrizi də ələ keçirir və qısa müddətdə olsa 2 ay müddətinə Azərbaycanı vahid şəkildə birləşdirə bilir. Deməli 2 ayda Azərbaycanı vahid birləşdirə bilir. Amma bu Təbrizdə olarkən, Təbriz təbii ki hansı dövlətin paytaxtıdır? Cəlalilərin paytaxtıdır. Sadəcə olaraq Sultan Əhməd qaçmışdı Azərbaycandan və həmin dövrdə də yəni Azərbaycanda bu taxt-tac bir növ boş qalmış olmuşdu. Amma elə ki, yəni artıq Əmir Teymur ölüb, burada hakimiyyət bir qədər vəziyyət bir qədər sakitləşib və İbrahim Dərbəndi Təbrizdə hakimiyyətə gəlib, Sultan Əhmədlə Qara Yusif birləşirlər, gəlirlər Azərbaycana. Teymurun üzərinə ki, yəni bu Təbrizdəki hakimiyyətinə onun son qoysunlar. O da hakimiyyətdən yəni asanlıqla da əl çəkir və yəni onun hakimiyyəti, yəni vahid dövlət, artıq vahid dövlət qurmuşdu axı. 2 aydan sonra yəni buna artıq son qoyulur. Və 1407-ci ildə bu Şərqi Gürcüstanı tabe edir. 1407-də Şərqi Gürcüstanı tabe edir. 1412-də yenə Kürçay sahilində döyüş baş verir. Bu Kürçay sahili döyüşdə isə Qaraqoyunlu Qara Yusifə, yəni artıq Qaraqoyunlular dövləti yaranmışdı, Cəlalilər süqut etmişdi. Qaraqoyunlu dövlətindən asılı vəziyyətə düşür. Hansı dövlət? Şirvanşahlar dövləti. Belə, deməli, ümid edirəm ki, dərsimizi daha yaxşı, yəni bu izahdan sonra daha yaxşı başa düşəcəksiniz. Biraz qarışıq dövr olmasına baxmayaraq. Deməli, Azərbaycanda Cəlalilər dövləti mövcuddur.
Cəlalilərin birinci nümayəndəsi Şeyx Həsəndir, sonra gəlir Şeyx Üveys. Şeyx Üveys Azərbaycanı tabe eləyir. Özünə, yəni bütövlükdə Azərbaycanı tabe eləyən zaman Azərbaycanda, yəni Şirvanşahlarda hakimiyyətdə Kavus ibn Keyqubatdır. Ondan sonra hakimiyyətə gəlir Sultan Əhməd. Yəni dərsimizin əsas hissəsi baş verib Sultan Əhmədin dövründə. Teymur Toxtamışın yürüşü, Teymurun yürüşləri. Teymurun birinci yürüşündə İbrahim Dərbəndi onun asıllığını qəbul elədi. Amma Şəki hakimi Seyid Əli ona qarşı müqavimət göstərdi. Teymurun ikinci yürüşündə yenə İbrahim Dərbəndi ondan asılıdır. Amma Seyid Əli bir müddət ona qarşı mübarizə aparır. Sonra Teymurilərlə mübarizədə öldürülür. Yəni ikinci yürüşdə. Üçüncü dəfə Teymur gələndə İbrahim yenə də ondan asılıdır və İbrahimin vasitəçiliyi ilə Seyid Əhmədlə Gürcü hökmdarı 7-ci Georgidə Teymurun asıllığını qəbul edir. Amma elə ki 1405-də Teymur ölür. Teymurun ölümündən sonra İbrahim müstəqilləşir. 1405-ci ildə Azərbaycanın şimalını idarə edən Teymuri Öməri məğlub eləyir. 1406-da da Əbu Bəkri məğlub eləyib Azərbaycanın cənubuna da yayır hakimiyyətini və bundan sonra 2 ay müddətində Azərbaycanı vahid şəkildə birləşdirir. Amma 1406-da bu Azərbaycanı vahid şəkildə birləşdirəndə 2 aydan sonra Sultan Əhməd Bağdaddan gəlir və burada hakimiyyətini bərpa etmiş olur. Ona görə də bunun 2 aylıq hakimiyyətinə son qoyulur. Sonra 1407-də gedib Şərqi Gürcüstanı birləşdirir. 1412-də də Qaraqoyunlulara məğlub olub onlardan asılı vəziyyətə düşmüş olur. 1417-də də zaten hakimiyyətdən gedəcək. Və Teymurla müttəfiq olduğu zaman İbrahim 1387 və 1395-ci illərdə, yəni 87-də bir dəfə, 95-də də Terek çay sahilində döyüşdə Əmir Teymura kömək eləyib Qızıl Orduya qarşı. Bir də 1402 Ankara döyüşünü də keçmişik. O döyüşdə də Osmanlıya qarşı mübarizədə Əmir Teymura kömək edib. Belə. Bu günlük bu qədər. Gələn dərsimizdə görüşərik. Hələlik.